Hörmətli izləyicilər, Neftçi Araz Naxçıvan maçı komandamızın 5-0 hesablı qələbəsi ilə başa çatdı. Neftçi yeni mövsümdəki ilk ev oyununu böyük hesablı qələbə ilə tamamladı və hazırda bu qələbənin əsas pay sahiblərindən olan Breno Almeida yanımızdadır. Breno, təbriklər qələbə münasibəti ilə. Bu maçda 2 gol vurdun, asist etdin. Nələr hiss edirsən? Cara, só tenho a agradecer a Deus primeiramente. İlk öncə Allaha təşəkkürümü bildirmək istəyirəm. Quero agradecer a minha equipe também. Isso é fruto de muito trabalho da equipe. Komandamı da təbrik eləmək istəyirəm çünki böyük əziyyətin bəhrəsidir bu. E vamos seguir passo a passo pensando no jogo já do Zira. Descansar agora e depois o jogo do Zira. İndi dincəlirik, ondan sonra artıq addım və addım Zira ilə oyunu düşünməliyik. Artıq 2 oyuna 4 gol vurub çempionatın ən məhsuldar oyunçusudur. Qeyd etdi, növbəti maç Zira ilədir. Bu maçla bağlı ilkin fikirləri necədir? Fez 2 jogos, fez 4 goles e você é jogador artilheiro do campeonato agora mesmo, que impressões você tem? Eu não estou muito focado em números agora não. Hal-hazırda elə də bu statistika, bu nömrələrə o qədər də önəm vermirəm. O meu foco é treinar dia após dia para assim o resultado vir. Mənim əsas məqsədim və yaxşı məşqlərdir, yaxşı məşqlərə köklənməkdir, nəticə öz-özünə gələcəkdir. Təşəkkürlər, uğurlar növbəti maçlarda. Força Neft, come on.